Xarici İşlər Nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın da güzəştlərə getməli olacağını söyləyib. Münaqişənin birtərəfli həll variantı yoxdur, kompromis isə ikitərəfli xarakter daşıyır. Gərək nəyisə verəsən ki, nəyisə alasan. Bu, qarşılıqlı əsaslarla olan həll prosesidir ki, bu prosesdə də Azərbaycan öz kompromislərini artıq bildirib. Orada yaşayacaq iki icmaya Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli özünüidarə modelini verməyə hazırıq. Araz Əzimov Ermənistanı da maksimum mövqedən geri çəkilməyə səsləyib. Azərbaycan Dağlıq Qarabağdan qovulmuş sakinlərinin ora qayıtmasından sonra bölgənin statusuna dair hər hansı səsvermənin mümkünlüyünü israr edir. Həm də bu status Qarabağın Azərbaycanın tərkibində qalmasını ehtiva etməlidir. Bir neçə gün öncə Ermənistan prezidenti tam əks mövqedən çıxış etmişdi. O bölgəyə azərbaycanlıların qayıdışının yalnız səs vermədən sonra mümkün olduğunu vurğulamışdı. Eləcə də Yerevan Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət verilməsini heç də Azərbaycan tərəfinin güzəşti kimi qəbul etmir. Ən son xəbərləri və maraqlı videoları qaçırmamaq üçün bizi sosial şəbəkələrdə izləyin.